avqustun 23-də olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə istino, nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq ərazilərində duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.